Salam hörmətli izləyicilər. Mənə sual verilir ki, doktor, doğuşdan sonra hormonal bərpa necə olur və nə zaman olur? Birinci onu deyim ki, ta qədimdən deyirlər ki, hamiləlik bir əlhəd daşıdır və qadında olan həm psixoloji, həm somatik xəstəliklər, hormonal xəstəliklər bu vaxt üzə çıxa bilər. Qadın sağ-salamat qurtardı, azad oldu və uşaq dünyaya gəlib. 9 ay əziyyəti qadın çəkib, ana çəkib. Lakin bütün qayğı və diqqət uşağadır. Ana qalıb bir qıraqda, hamı uşaqla maraqlanır. Baxmayaraq ki, qadında həm estrogenlərin dəyişikliyi gedir, progesteronun dəyişikliyi gedir, tiroid vəzdə çox böyük dəyişikliyi gedir, mərkəzi sinir sistemində çox böyük dəyişikliyi gedir. Ancaq bütün diqqət uşaqdadır. Anaya diqqət göstərən çox azdır. Əziz atalar, əziz nənələr və babalar, hamiləlik bitdikdən sonra zahı qadına hörmətinizi də, diqqətinizi də artırın. Çünki ən azı 40 gün müddətində həqiqətən bədən əvvəlki vəziyyətinə qayıdır. Həm hormonlar, həm psixoloji vəziyyət, həm süd vermə problemi 40 günə kimi tam bərpa olunur. Ona görə əziz zahı qadınlar və onun ətrafında olan adamlar, anaya hörmət edin, ananın qarğısına qalın və uşaqla bərabər anaya da öz diqqətinizi və məsuliyyətinizi artırın. Diqqətinizə görə çox sağ olun.